la yukallifullahu nefsen illa vusaha. Allah heç bir nəfsə, heç bir cana, heç bir qəlbə gücündən artıq bir şey verməz. Bu ayə yalnız bizim bəlalara, imtahanlara və şər'i vəzifələrimizin üzərimizə qoyulduğu zaman aid deyil. Yəni biz əsasən bu ayəni bunun üçün istifadə edirik ki, əziz Allahımız çətinlik bizim üçün baş verdiyi zaman, bir bəla başımıza gəldiyi zaman deyirik ki, mənim bunu öhdəmdən çatar, gücüm çatar, mən bu bəlaya qalib gələ bilərəm. Çünki Allah mənə gücümdən artıq bir şey verməz. Bu ayə mütləq mənalıdır. Allah Teala burada hər hansı bir qeyd qoymayıb ki, mən bu ayəni yalnız imtahan və bəlalar üçün göndərmişəm. Ayə konkretdir və ümumi məna daşıyır. İnnallaha la yukallifullahu nefsen illa vusaha. Allah heç bir nəfsə gücündən artıq yükləməz. İstər bu nimət olsun, istər bəla olsun, istər sevinc olsun, istər qəm-kədər olsun, fərq eləməz. Bizim tutumumuz olmalı ki, o nimətlər bizə gələ bilsin. Bu baxımdan biz öz tutumumuzu artırmalıyıq.